Din nədir? Öncə buna baxaq. Din və inanc insanoğlunun yeryüzü təcrübəsinin əhəmiyyətli bir parçasıdır. İqtisadiyyat, hüquq, sənət və siyasət kimi həyati əhəmiyyətli sahələri ilə bağlı dəyərləndirdikdə biz yaşamı, həyatı, demək, dini kənara qoysaq, əlbəttə ki, bilirsiniz, bu natamam olacaqdır dəyərləndirmə. Təbii olaraq insanla bağlı problemlər, məsələlər də dini göz ardı edərək tam aydın olmaz və də həll olmaz. Bugünün əhəmiyyətli problemləri olan ətraf mühit, zorbalıq, göç, mültəci və s. kiminin yanında qadın problemlərini bu kontekstdə dəyərləndirməlidir əslində. Şəxsi inanclar bir yana, din diqqətə alınmadan nə qadın problemlərini doğru görüb onları həll yolu tapmaq mümkündür onlara, nə də qadın mövzusu diqqətə alınmadan əlbəttə ki, dinlər tarixi tam olaraq anlaşılmaz.